Prognoz TV kanalına hoş gelmişsiniz. Salam, hər vaxtınız xeyir olsun. Sizlərə 11 mart 2026-cı ilin bürclərini təqdim edirik. Qoç sizi uğurlu gün gözləyir. Bir çox qoç inanılmaz dərəcədə cazibədar olacaq və artan cazibəsi onlara hər kəsi asanlıqla qazanmağa kömək edəcəkdir. İnsanlar sizinlə yarı yolda görüşməkdən və hər hansı bir problemi həll etməyə kömək etməkdən məmnun olacaqlar. Optimist münasibət kiçik çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək. Dostlarla görüşmək üçün yaxşı vaxtdır. Siz nəinki gözəl vaxt keçirəcəksiniz, həm də dəyərli fikir mübadiləsi aparacaqsınız. Axşam sosial həyat üçün mükəmməldir. Uzun müddətli dostluğun və ya səmərəli əməkdaşlığın başlanğıcı ola biləcək yeni tanışlıqlar mümkündür. Buğa olduqca çətin gündür yığılmış ev işləri sizə özlərini xatırladacaq və siz onları sonraya qədər təxirə sala bilməyəcəksiniz. Bəzi buğalar qohumlarına problemlərini həll etmək üçün öz işlərinə ara verməli olacaqlar. Yaxınlarınızla dil tapmaq çətin olacaq. Hər kəs həddindən artıq əsəbi və emosional olacaq, heç kim güzəştə getmək və digərini dinləmək istəməyəcək. Ciddi məsələləri müzakirə etməməli, uzun müddətli planlar qurmamalı və mühüm qərarlar qəbul etməməlisiniz. Ediləcək ən yaxşı şey özünüzə vaxt tapmaq, gəzintiyə çıxmaq və ya heç vaxt əldə edə bilməyəcəyiniz xoş şeylər etməkdir. Əkizlər ziddiyyətli gündür. Onun ilk yarısı yaxşı keçəcək. Bir çox ideyalarınız həyata keçəcək və sübut edilmiş müttəfiqlər siz xahiş etmədən də köməyinizə gələcəklər. Təhsil almaq, imtahanlara hazırlaşmaq və yaradıcı layihələrə başlamaq üçün əlverişli zamandır. İstənilən çətinliyin öhdəsindən asanlıqla gələcəksiniz. Bəzi əkizlər faydalı insanlarla tanış ola biləcəklər. Axşam saatlarında ailə məsələlərini həll etməli olacaqsınız və bu həmişə asan olmayacaq. Özünüzü ələ almağa və yaxınlarınızın zəif cəhətlərinə laqeyd yanaşmağa çalışın, o zaman fikir ayrılıqlarından qaça biləcəksiniz. Xərçəng səhər çətin olacaq, amma sonra hər şey düzələcək. Bəzi xərçənglər çox həssas olacaqlar, buna görə də yaxınları ilə kiçik mübahisələrdən qaça bilməyəcəklər. Lakin bu, ciddi münaqişələrə səbəb olmayacaq və kifayət qədər tez sülhə nail olmaq mümkün olacaq. Böyük alışlar və ya mühüm qərarlar qəbul etməməlisiniz. Günün ikinci yarısı uğurlu olacaq. Bir zamanlar təxirə saldığınız işlərlə sonradan məşğul olacaqsınız. Çox maraqlı şeyləri ortaya çıxara biləcəksiniz, lakin biraz sonra ideyalarınızı həyata keçirməyə dəyər. Dostlarla və ya sevilən insanla qısa səfərlər üçün yaxşı vaxtdır. Şir bir çox cəhətdən şanslı olacaqsınız. Son vaxtlar tez-tez münaqişə etdiyiniz insanlarla münasibətləri yaxşılaşdırmaq fürsəti yaranacaq. Bir çox şirlər yaradıcılıq qabiliyyətlərini nümayiş etdirəcəklər və bu, onlara çətin vəziyyətlərdən qeyri-ənənəvi çıxış yolu tapmağa kömək edəcək. Yeni bir şeylə maraqlana və maraqlı hobbi tapa bilərsiniz. Aktiv ünsiyyət və bayıra çıxmaq üçün əla vaxtdır. Siz asanlıqla parlaq təəssürat yaradacaq və faydalı əlaqələr quracaqsınız. Çox güman ki, uzun müddət yaxşı tanıdığınız bir insanla romantik hekayə başlayacaq. Qız günün başlanğıcı bir qədər gərgin olacaq. Bir çox qız bürcləri tələsik hərəkətlərə və emosiyaların şiddətli ifadələrinə meyilli olacaqlar, bu da başqaları ilə münasibətlərinə yaxşı təsir göstərməyəcəkdir. Hər vəziyyətdə tək başına təkid etməyə çalışmamalısan, bəzən təslim olub həmsöhbətinizlə razılaşmaq və ya fikrinizi özünüzdə saxlamaq daha ağıllıdır. Günorta yeni bacarıqları öyrənmək və mənimsəmək üçün mükəmməldir. Öyrəndiyiniz hər şey tezliklə işinizdə sizin üçün faydalı olacaq. Axşam saatlarında uzun müddət görüşmədiyiniz dostları dəvət etməyə dəyər. Tərəzi səhər çətin olsa da pis gün deyil. Fikirlərinizi həmişə başqalarına çatdıra bilməyə bilərsiniz, ona görə də kiçik anlaşılmazlıqlar ola bilər. Bununla belə, əksər tərəzilər ciddi münaqişələrdən qaça biləcəklər. Edilməli olanı etmək üçün güc toplamaq çətin olacaq. Ailə üzvlərinizdən kömək istəməkdən çəkinməyin, yükün bir hissəsini öz üzərlərinə götürməkdən məmnun olacaqlar. Biraz sonra qarşınızda cəzbedici perspektivlər açılacaq ki, onları fərq edib əldən verməyəcəksiniz. Faydalı insanlarla münasibətləri möhkəmləndirmək və bərpa etmək üçün əlverişli zamandır. Əqrəb gününüz xoş keçsin. Təhsil almaq və ya bacarıqlarınızı artırmaq üçün əla vaxtdır.
Sizə tanış olmayan mövzuları asanlıqla başa düşəcəksiniz və yeni biliklər gələcək işinizdə sizə faydalı olacaq. Bir çox əqrəblər çoxdan hamını narahat edən çətin məsələləri yaxınları ilə müzakirə etsə yaxşı olar. Ümumi dil tapmaq həmişəkindən daha asan olacaq. Özünə inam və dost münasibət sizi son dərəcə cəlbedici edəcək. Xoş tanışlıqlar mümkündür. Onlardan çox şey gözləməyin, vəziyyət yavaş-yavaş inkişaf etsin, o zaman başa düşəcəksiniz ki, kiminlə yaxınlaşmağa dəyər, kimdən uzaq durmaq lazımdır. Oxatan günə yaxşı başlanğıc olsa da, axşam saatlarında xırda problemlər mümkündür. Çətin görünsə belə, bütün planlaşdırılan işlərin öhdəsindən mükəmməl şəkildə gələ biləcəksiniz. Bir çox oxatanlar yaşlı qohumlara kömək etmək və onlarla ürəkdən söhbət etmək üçün vaxt tapa biləcəklər. Bu, aranızdakı bağı gücləndirməyə kömək edəcək və sizə çoxlu xoş anlar gətirəcək. Günün sonunda bir az seçici və əsəbi olacaqsınız. Özünüzü idarə etməyə çalışmalı və pis əhvalınızı yaxınlarınızdan çıxarmamalısınız. Sevimli bir hobbi və ya gözəl bir yerdə gəzinti özünüzlə mübarizə aparmağa kömək edəcəkdir. Oğlaq əhəmiyyətli bir şeyi sonraya qoymayın. Səhər uzun müddətdir görmədiyiniz insanlarla söhbət etmək üçün əla vaxtdır. Son zamanlar fikir ayrılıqlarının yarandığı münasibətləri yaxşılaşdırmaq mümkün olacaq. Bəzi oğlaqlar xoş xəbərlər alacaqlar. İndi ümumi maraqlarınız və dəyərləriniz olan insanları ziyarətə dəvət etmək üçün yaxşı vaxtdır. Axşam saatlarında vəziyyəti rasional qiymətləndirmək və düzgün qərarlar qəbul etmək çətin olacaq. Heç yerə tələsməyin, hələ də parlaq şəkildə istifadə edəcəyiniz yaxşı şanslarınız olacaq. Dolça ən asan gün deyil. Siz impulsiv və əsəbi, düşüncəsiz sözlərə və hərəkətlərə meyilli olacaqsınız. İstənilən xırda şey sizi ruhdan sala bilər. Yığılmış məişət problemlərinin öhdəsindən gəlməli olacaqsınız və bu da heç bir pozitivlik əlavə etməyəcək. Bununla belə istəsəniz, emosiyalarınızın öhdəsindən gələ biləcəksiniz, başladığınız hər şeyi başa çatdıra biləcəksiniz və yaxınlarınızdan heç biri ilə mübahisə etməyəcəksiniz. Alətlərdən və mexanizmlərdən istifadə edərkən diqqətli olun. Sağalması həmişəkindən daha uzun sürəcək kiçik xəsarətlərin olma ehtimalı yüksəkdir. Dolçaların əksəriyyəti sakitləşmək və güc toplamaq üçün axşamı tək keçirməlidir. Balıq uğurlu gündür. Fikirlərinizin bir çoxu həyata keçəcək və tək başına hərəkət etməli olmayacaqsınız. Gələcəklə bağlı planlar qurmaq və onları etibar etdiyiniz insanlarla müzakirə etmək üçün əlverişli zamandır. Bəzi balıqlar son vaxtlar fikir ayrılığı yaşadıkları insanlarla münasibətlərini yaxşılaşdıracaqlar. Yeni şeylər öyrənmək, tanımadığı vəzifələri başa düşmək və faydalı bacarıqlara yiyələnmək yaxşı olacaq. Axşam səmimi söhbətlər və mübahisəli məsələlərin müzakirəsi üçün idealdır. Hər kəsi sevindirəcək həllər tapmaq mümkün olacaq.